Dövlət başçısının müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq Azərenerji Naxçıvan Muxtar Respublikasında enerji infrastrukturunu köklü şəkildə yeniləyir, rəqəmsal və intellektual idarə etməyə əsaslanan müasir enerji sistemi olur. Layihə çərçivəsində regionun enerji təchizatında mühüm rol oynayan 110 kilovoltluq Naxçıvan, 154 kilovoltluq Babək və 110 kilovoltluq Çeşməbasar yarımstansiyaları tam şəkildə yenidən tikilir və işlər yekun mərhələyə çatır. Xüsusilə Naxçıvan yarımstansiyası regionda ilk qapalı tipli yarımstansiya olaraq inşa edilir ki, bu da təhlükəsizlik və operativ idarə etməni əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda enerji sistemin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılır. Azərenerji tərəfindən regional rəqəmsal idarəetmə mərkəzinin tikintisi davam edir, mövcud stansiya və yarımstansiyalar vahid SCADA şəbəkəsinə inteqrasiya olunacaq. Bu yeniliklər enerji şəbəkəsinin məsafədən operativ və tam rəqəmsal idarə olunmasını təmin edəcək. Ötürücü şəbəkə də mərhələli şəkildə yenilənir. Ötən əsrin 50-ci illərindən qalan hava xəttləri müasir ötürmə xəttləri ilə əvəz edilir. İlkin mərhələdə ümumi uzunluğu 69 km olan Culfa, Ordubat 1 və Ordubat 2 xəttləri 2 dövrəli olmaqla yenidən qurulur. Bundan əlavə, yaşayış ərazilərindən keçən bəzi hava xəttlərinin 5,2 kilometrlik hissəsi müasir şəhər üslubuna uyğun olaraq yeraltı kabel xəttləri ilə əvəz olunur. Naxçıvanın ölkənin əsas enerji sistemi ilə birləşdirilməsi və Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizinin formalaşdırılması istiqamətində də işlər sürətlə davam edir. Bu çərçivədə Cəbrayıldan başlayaraq 2 dövrəli olmaqla 1000 meqavat yük götürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksək gərginlikli ötürmə xətti inşa olunur. Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 kilometr məsafədə əlavə ötürmə xətti inşa ediləcək. Bununla da Naxçıvanın beynəlxalq enerji dəhlizində strateji mövqeyi ən yüksək səviyyəyə çatdırılacaq.